Kərbəla. Bunu xatırlayanlar var da. Nədir bu? Bunun adını zəhmət olmasa kommentlərdə yazsın hamı. Hər bir kəsi xoş gördük. Xırdalanda çox gözəl, çox sakit bir yerdə Kupçalı. Möhtəşəm həyətimizə də bax bir dənə. Qəşəng səliqəli həyətimiz. Qardaş 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11 daş kürsüdə olan möhtəşəm bir dənə evimiz çıxır satışa. 3 otaq. Sənədləri hamısı yerində. Keçək evimizlə tanış olaq. Bir də həyətimizi çək belə Kərbəla. Bax qəşəng səliqəli, möhtəşəm həyətimiz. Keçək evimizlə tanış olaq. Kərbəla, evimizə girdi. İndi bu İran peçini görənlər deyəcək ki, qardaş, evdə istilik sistemi nədir? Gəl bura. Kərbəla. Bax, istilik sistemimiz kombidir. Bir dənə buna bax. Yəni ikisi də var. Bu kravat yadımıza gəlir. Əskərlikdə də vardı, naramını çıxardırdılar. Nəysə də o haqqda danışmayayım. Bax, naramız da var. Əla. Bax, bir dənə beləcə geniş bir dənə zalımız var. Evimiz əşyaları ilə birgə satışdadır. Nəzərinizdə olsun. İran peçi də var. Yəni istilik sistemi kombi də var. Bizim kuxnamızdır bu. Yəni mətbəximizdir bu. Yəni, bəzi hallarda biz kuxna deyirik mətbəxə. İndi lori dillə çəkək də. Çox da mədəni çəkəndə olmur da. Sizli bizi danışır. Biz səmimi insanlarıq. Çəkdik bura bir də hamam saunzerdə qardaşım səni göstərsin. Qəşəng geniş bir də hamam saunzerimiz var. Və bir daha təkrar edirəm ki, Kərbəla buranı da çək. Və bir daha təkrar edirəm ki, evimiz paket kupçadır. Sənədləri falan hamısı yerindədir. Evimiz əşyaları ilə birgə satışa çıxır. Və nəzərinizə çatdırıram ki, 114 əmlakdan aşağı bir qiymət axtarırsansa, bu mümkün deyil. Gəl, indiqə sənə qardaşım bunun qiymətini desin. Evimizin start qiyməti bugün üçün nəzərdə tutulan qiyməti 74.350 manatdır. 74.350 manat. İndi buradan aşağı, yuxarı neynəyər, neynəməz, onu tam dəqiqsə deyə bilmərəm, amma bir dənə deyə biləcəyim bu var ki, bu evimiz çox qəşəngdir, çox genişdir və yeri də yaxşıdır. Paket kupça 74.350 manata. Allah sənə xeyir versin. Və nəzərdə çatdırıram ki, o kommentlərdə mütləq yazın. Bu kravatın adı nə idi? Bir də ki, çöldəki, daha adını demiş olacam da. Allah sənə xeyir versin, atam.